Herkese salam dostlar, kanalıma hoş geldiniz. Görmüş olduğunuz kimi yepyeni Free Fire videomuzda da karşınızdayıq. Dünən paylaşdığım yeni gələcək etkinliklər serisini çox bəyəndiniz. Ona görə də sizlər üçün bu gün də həmin serinin davamını gətirəcəm. Videoya başlamazdan öncə kanalıma abunə olmağı və videolara like atmağı unutmayın dostlar. Əgər bu videoya da ən az 200 like gəlsə, bu serinin davamını gətirəcəm. Bu arada nəzərinizə çatdırım ki, keçən dəfəki videomuzda dostumuzun, yəni abunəmizin hesabını tanıtım eləmişdim və hesabın satışa çıxdığını da bildirdim. Elə həmin gün hesabın alıcısı çıxdı, satıldı. Kim əgər hesabını sürətli bir şəkildə satmaq istəyirsə, mənə müraciət edə bilər. Sadəcə Yanbağ vasitəsilə hesabına daxil oluram və hesabın içərisində olanları çəkib paylaşıram. Tamamilə təmənnasızdır. Sizdən heç bir maddi bir şey tələb olunmur. Əksinə hər iki tərəf üçün də müsbətdir. Yəni mən öz videomu çəkmiş oluram və eyni zamanda siz hesabınızı satmaqda çətinlik az çəkirsiniz. Nəysə, davam eləyək. Bu arada dostlar, kanalıma abunə olun. Sizdən maddi bir şey tələb olunmur. Yenə də dediyim kimi, sadəcə abunə ol düyməsinə basırsınız. Ən azından əziyyətimin qarşılığı olur. Təsəvvür edin ki, bir videonu çəkməyə 30-35 dəqiqə vaxtım gedir. Yaxşı, bunu başa düşdük. Amma ən çətini isə editdir. Editə isə mükəmməl olsun deyə 3-4 saat vaxt sərf edirəm. Ona görə də əziyyətimin qarşılığı olaraq ən azından abunə olub videolara like atmaqla eləyə bilərsiniz. Dəstək olanlara dərin təşəkkürümü bildirirəm. Allah onların canına dəyməsin. Ürəksiz hər biriniz. Bu arada dostlar, yeni seridə gətirəcəm. Bu seridə ID-lərinizi puanlayacağam. Kim ki ID-sinə puan verməyimi istəyirsə, bu videonun şərh qisminə öz ID-sini yazsın. Nəysə, vaxtınızı almadan sizə etkinlikləri göstərim. Deməli dostlar, 24 iyunda gələcək olan OB54 güncəlləməsindən başlayırıq. Görmüş olduğunuz kimi kanlı ay etkinliyi geri dönəcək və eyni zamanda da kanlı ayın həm göyü, həm qırmızısı, eyni zamanda da qız paltarı burada mövcud olacaq. Çox böyük ehtimal ki, burada göstərdiyi kimi Token V ilə gələcək, yəni şans çarxına gələcək. Düzdür, bu tip çarxlar biraz problemli olurlar, çıxarmaq çətin olsa da, yenə də ən azından gəlməsi böyük bir şeydir ki, kimin hesabında yoxdursa təmin eləyə bilər. İndidən elmaslarınızı saxlamağınızı məsləhət görürəm, çünki çox möhtəşəm etkinliklər gələcəyi gözlənilir dostlar. Keçək növbəti etkinliyimizə. Deməli dostlar, gəldiyi OB54 güncəlləməsi ilə birlikdə gələcək olan, baxın, bu pulsuz silah verən etkinliyimizə. Düzdür, bilmirəm bu bizim serverə gələcək ya yox, köhnə silahları bir müddətlik pulsuz bir şəkildə verəcək, yəni müəyyən tapşırıqlar qarşılığında çox böyük ehtimal ki, burada göstərmiş olduğu kimi. Düzdür, tapşırıqlar serverdən serverə dəyişəcək. Nəysə, baxın, burada AK, Kalashnikov, MP40, Scar kimi silahların desenləri burada mövcuddur dostlar. Keçək növbəti etkinliyimizə. Dostlar, bu dəfəki etkinlik məncə etkinlik sayılmaz, çünki burada mağazaya köhnə ifadələrin gələcəyi gözlənilir. Hansı ki, güldür, gülmə ifadəsidir və digər buna bənzər köhnə old ifadələrin gələcəyi gözlənilir dostlar. Hal-hazırda olan elmaslarınızı yığın, saxlayın, mütləq və mütləq şəkildə bunlar gələn kimi mütləq alın. Keçək növbəti etkinliyimizə dostlar. Növbəti etkinliyimiz dostlar, baxın, görmüş olduğunuz kimi pulsuz bir şəkildə bizə müəyyən tapşırıq qarşılığında sihirli küp verəcək. Bəli, düz eşitdiniz. Çox böyük ehtimal bu bir dəfə olmayacaq, yəni gündəlik olaraq təkrarlanacaq. Gün bitdiyində tapşırıq sıfırlanacaq və yeni gündə siz yeni sihirli küpünüzü ala bilərsiniz və eyni zamanda da görmüş olduğunuz kimi, baxın, belə bir qızıl rəngdə AK-ni sizlərə təqdim eləyir dostlar. 5 dəfə boya eləyəndə ya BR-da ya da EC-da bunu sizlərə pulsuz bir şəkildə verir. Keçək növbəti etkinliyimizə. Bəli dostlar, gözlərinizə inanmayacaqsınız, çünki artıq Poker MP40-ların da gəldiyi vaxt açıqlandı. 24 iyun güncəlləmədən sonra mütləq və mütləq bir şəkildə gələcəyi artıq dəqiqləşdi və bir-bir serverlərə göndərilməyə başlandı. Əslində qalsa bu yaxşı oldu, çünki bunu mən də almaq istəyirəm. Mənim hesabımda da yoxdur. Deyərsiz, yaxşı, sənin hesabında Evo var, bunu nə edirsən? Amma bu Evo'dan da nəzərdə saxlayım ki, dostlar, dəyərlidir, həqiqətən də çox möhtəşəmdirlər. Fərq eləmir, birini alın, belə deyək də hesabımda dursun. Keçək növbəti etkinliyimizə dostlar.
Düzdür, bayaqlar mağazada göstərdim, amma yenə də burada göstərim. Gülmə ifadəsinin otomata gələcəyi gözlənilir dostlar. Artıq bəzi serverlərə bu şəkildə getdi və Lucky Royale gələcəyi gözlənilir. Hər halda buradakı elması bizim serverə də qoymazlar. Yəqin ki, aşağısı 135 və ya 150 elmas olacaq. Çünki bizim serverdə normal otomat ən ucuz endirimli olanda səhv eləmirəmsə 112 olur. Amma bunun yenə də nəzərdə çatdırım ki, otomata gələcəyi gözlənilir dostlar. Elmaslarınızı indidən hazırlayın. Keçək növbəti etkinliyimizə. Düzdür, bu etkinliyi əvvəlki videoda sizlərə göstərmişdim, amma yenə də videoya yeni baxanlar ola bilər. Ona görə onları da göstərmək istəyirəm. Baxın, arxada şotu göstərir dostlar. Ön fonda isə futbol oynayır. Baxın, belə bir ifadədir. Digər ifadəmiz isə futbol oynadığı yerdə baxın telefonla oynayır. Digər ifadələr isə gül və bomba atırmış kimi göstərilən ifadədir. Bomba mı partlayır, amma belə deyək də, rəngli bir şey çıxır, nəsə ifadə edə bilmədim. Belə bir ifadədir və möhtəşəm ifadədir o. Həqiqətən də çox gözəldir. Düzdür, mən bu otomata almaq fikrində deyiləm. Əsas poker MP40-ları yönələcəm. Amma ən azından sizlərə də göstərim, bəlkə hər hansısa biriniz almaq istəyirsiniz. Keçək növbəti etkinliyimizə. Dostlar, növbəti etkinliyimizdə futbola aid divarlar gələcəyi, Lucky Royale gələcəyi gözlənilir. Hər halda burada yenə dediyim kimi, buradakı almazlara aldanmayın. Çox böyük ehtimal ki, bizim serverdə bu almazların miqdarı yuxarı olacaq. Baxın, əsas divarımız budur, əsas məsələmiz budur. Və eyni zamanda yanında gələcək olan futbola aid, yəni bu otomatda futbola aid divarların gələcəyi gözlənilir. Baxın, görmüş olduğunuz kimi. Və beləliklə dostlar, bugünkü etkinliklərimiz də bu qədər. Əgər bu serinin davamını gəlməsini istəyirsinizsə, kanala abunə olub, videolara like atmağı unutmayın dostlar. Sağ olun, salamat qalın.